Gəlin Livgood şirkətinin qazanc planına nəzər yetirək. Öncəliklə hər kəsin iki ağacı var. Biri qeydiyyat ağacı, digəri Matrix ağacı. Qeydiyyat ağacınız şəxsən sizin dəvət etdikləriniz və onların dəvət etdiklərindən ibarətdir. Şəxsi qeydiyyatlarınızın hər biri sizin birinci səviyyənizə yerləşir. Və nə qədər qeydiyyat aparmaq istəsəniz apara bilərsiniz, çünki bunun üçün heç bir limit yoxdur. Yəni 20 qeydiyyat aparsanız bunun hər biri sizin birinci səviyyənizdir. Qeydiyyat ağacı 3 şeyi müəyyən eləyir. 1. Karyer. Qeydiyyat ağacınızda olan şəxslər sizin karyerinizi müəyyən eləyir. İkincisi, dərinlik qazancı. Karyerləri açdıqca 10-cu dərinliyə qədər qazanclar əldə edirsiniz. Və 3. Matching qazancı. Matrix ağacı isə qeydiyyat ağacınızda olan və olmayan şəxslərin adınızın altında yerləşməsindən yaranır. Matrix ağacı üçün hər kəsin sadəcə sağ və sol tərəfi var. İstər şəxsi qeydiyyatlarınız, istər də sizdən yuxarıda olan liderlərin qeydiyyatları sizdən aşağıdakı xanalara 2-2 yerləşdirilir. Klassik Matrix qazanclarından fərqli olaraq burada hər kəsin öncə sol tərəfi, daha sonra sağ tərəfi də olur. Məsələn, bu sizin ikinci səviyyənizdir və siz 4 nəfəri qeydiyyat etmisiniz. Və bunların 1, 2, 3, 4 bu formada 2 nəfərin adının altına düşməsi əvəzinə, ondansa 4 nəfərin hər birinin sadəcə sol tərəfinə qeydiyyatlar düşür, daha sonra isə sağ tərəfinə qeydiyyatlar düşərək dolur. Və siz Matrix ağacınızda olan, hansı ki bunların hər birini siz dəvət etməmisiniz, bütün insanların ödədiyi aylıq abunə pulundan 2,5% qazanc əldə edir. Yəni hər 4 nəfərdən $1. Olduğunuz karyerə əsasən 12-15 dərinlikdən qazanc götürürsünüz. İndi Matrixdən qazandığımız qazanc bir yana bizi ən çox qazandıran, dəvətlərimizin Matrixdən qazandığı qazancın tam 50%-ni bizə də qazandıran matching qazancından danışacağam. Və niyə şəxsi qeydiyyatlarımızın sayını artırmaq bizə sərf eləyir, ona baxaq. Çünki Matrix ağacında harda yerləşməyindən asılı olmayaraq, şəxsən bizim dəvətlərimizin aylıq Matrixdən qazandığı qazancın tam yarısı bizə də gəlir. Məsələn, birinci şəxs deyək ki, Matrixdən aylıq $1000 qazanır. Yəni $500 onun qazancı azalmadan mənə də gəlir. İndi deyək ki, siz 10 qeydiyyat etmisiniz və hər birinin Matrixdən aylıq qazancı $400-dır. Deməli, sizə onların hər birindən aylıq $200 qazanc gəlir. Və bu hələ başlanğıcdır. Çünki siz rütbələr açdıqca sadəcə şəxsi dəvətlərinizin yox, onların dəvətləri və dəvətlərin dəvətlərindən də matching qazancları götürürsünüz. Yəni nə qədər çox şəxsi qeydiyyat edirsinizsə, bir o qədər çox referral qazancı, bir o qədər çox dərinlik qazancı, Matrix qazancı və matching qazancı əldə edirsiniz. Və etməli olduğumuz isə sadəcə insanlara Livgood imkanları haqqında məlumat verməkdir. Bu qədər sadə.